Nəsimini ifa etmək mənim üçün böyük bir şərəf, eyni zamanda bir məsuliyyətdir. Çünki Nəsiminin fəlsəfəsi böyükdür və inanıram ki, bu yaradıcılığımda zirvələrdən biri olacaq və tamaşaçılar qarşısında da bu məsuliyyətin öhdəsindən gələcəm və fürsətdən istifadə edib Mədəniyyət İşləri Həmkarlar İttifaqına göstərilən diqqətə görə, qayğıya görə təşəkkürümü bildirirəm. Akademik Rafael Hüseynovun və bizim böyük bəstəkarımız Siyavuş Kəriminin birgə əməyinin məhsulu olan Nəsimi operası göstəriləcək. Bu opera bir il bundan qabaq burada göstərilib və tamaşaçılar tərəfindən yüksək səviyyədə qəbul olunubdur. Və düşünürəm ki, bu Azərbaycan opera sənətinin tarixində çox gözəl bir nümunədir. Mən arzu eləyərdim ki, bu cür layihələr tez-tez olsun. Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının da bizim bu işdə bizə yardımcı olduqlarına görə, bizim yanımızda Azərbaycan mədəniyyətinin yanında olduqlarına görə onlara təşəkkür edirəm. Salam, mən İnarə Babayeva, əməkdar artist. Opera Balet Teatrında neçə il işləyirəm və çox məmnunam ki, bugün Nəsimi Opera bir də üzə çıxıb tamaşaçılarla görüşəcək. Nəsimi Operanın quruluşçu rejissoram və xoşbəxtəm bu gözəl, müasir tamaşa yenə də tamaşaçıların üzünə gəlib çıxır. Mədəniyyət İşçiləri, Həmkarlar İttifaqı böyük dəstək veriblər. Sizin dəstəyinizə görə minnətdarıq. Çox sağ olun. Hər kəsə gözəl istirahət arzu edirəm. Oradan da gözəl bir gündür. Yəni mən deyərdim bayramdır, musiqiçilərin bayramıdır. Çünki Nəsimi operası möhtəşəm Heydər Əliyev sarayının möhtəşəm səhnəsində ifa olunacaq və içində çox gözəl sənətkarlarla bugün bu tamaşa olacaq. Mənə də Nəimi obrazı tapşırılıb, mən də çalışacağam ki, etimadı doğruldum. Bizim gözəl bəstəkarımız Siyavuş Kərimi ilə Rafael Hüseynovun birgə əməyi nəticəsində yaranmış Nəsimi operası və operaya dəstək olduğuna görə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqına dərin təşəkkürümüzü bildiririk. Var olasınız.